Sözlənən Mirzəlal Paşayevin İclas Qurusu satirik yumoristik hekayəsindən davam edir. Hekayənin tənqid obyekti demək olar ki, şəxsi həyatı olmayan, bütün gün işdən danışan, həyatını işə həsr edən adamlardır. Əncir qurusu, ərik qurusu, zoğal qurusu. Bunlar çox olur. İclas qurusu isə tək-tək olur. Bir var ki, gün altında quruyan, bir də var ki, iclaslarda quruyan, suyunu çəkən, həyat hisslərini itirən. İclas qurusunu siz tanıyırsınız. Adını bilməsəz də özünü yaxşı tanıyırsınız. Arıq bədənini qabağa əyib, dizini bükərək, sürətli addımlarla gedən adamı siz küçədə, idarədə çox görürsünüz. O hara tələsin? İclasa. Qoltuğundakı boz, sürtülmüş qovluq səliqəsiz yığılmış kağız-küğüzlə doludur. Bunlar nədir? Protokol. O bütün ömür boyu başı aşağı, dünyadan bixəbər, qaşqabaqlı, sifəti bulud kimi tutulmuş fikirli gəzir. Nəyi düşünür? Qərarı. İclas qurusu üçün gecənin gündüzün, yazın payızın, istinin soyuğun, yerin göyün heç bir fərqi, əhəmiyyəti yoxdur. Suların səsindən, çiçəklərin ətirindən, quşların mahnısından, musiqidən, gülüşdən, şənlikdən uzaq olan bu qara dinməz adamı görəndə kimisi heyrət edir, çoxunun da acığı gəlir. Güman etməyin ki, iclas qurusu ancaq ictimai yerlərdə belədir. Siz düşünürsünüz ki, evə qayıdıb papağını çıxardanda, arvadı uşağı ilə görüşəndə iclas qurusunun halı dəyişmiş olur. Üzündə işıq, dodağında təbəssüm doğur. Yox, səhv edirsiniz. O iradəli, prinsipli, müstəqim adamdır. Onun şəxsi ailə həyatı özü də bir növ iclasdır. O bir dəfə demişdi ki, iclas üçün yaranmışıq. Başımız qərar hazırlama, barmaqlarımız çıxış etmək üçün bizə verilmişdi. Onun fikrincə bütün kainatda mühüm bir iclasdan sonra yaranmış və imzalanmış bir qərar üstündə də yanır. Min illərdən bəri göydə elə qızğın iclas gedir ki, bəzən gürültüsü yerdə qulaqlara düşür. İclas qurusu arvadı Meyransa ilə belə danışır. Yoldaş Meyransa, təklif var ki, mənim corablarımı yuyub qurudasınız. Meyransa dinməyəndə o ayağa qalxır, qələmin küt ucunu mizə döyüb danışır. Cavab üçün söz verilir yoldaş Meyransaya. İclas qurusunun iclaslar, qərarlar, nitqlər içində keçən və asanlıqla keçməyən həyatı neçə dəfə ailədə də silkələnmişdi. 18 il əvvəl quru axşam iclasdan qayıdanda arvadını evdə görmədi. Bu hansı iclasdadır gecənin bu vaxtında, deyə ürəyində fikirləşdi. Çox keçmədi, qonşu qadın gəlib qurunu təbrik etdi. Quru qardaş, gözünüz aydın, bir yaxşı qızınız oldu. Meyransa xanım xəstəxanada sizi gözləyir. Quru qadına nə muştuluq verdi, nə də cavab. Qəzəb və dəhşət yağan üzü biraz da qaraldı. Gözündə ildırımlar oyandı. Bu nəyə lazımdır? Görəsən bu barədə nə qərar olacaq? Eşidənlər nə deyəcək? Uşağı bəliyib evə gətirdilər. Quru kağızlar aləmindən baş qaldırıb baxmadı da. Meyransa ərindən xahiş etdi ki, bir yaxşı at tapsın. İclas qurusu bu məsələni kluba iclasa keçirdi. Orada çox at təklif olundu. Ata razı olmadı. Öz təklifində təkid etdi. Məruzə. İclasdakılar qəhqəhə çəkib gülüşdülər və sonra çəpiyi çaldılar. Qızın adı qaldı Məruzə. Məruzə bəsləndi, Məruzə böyüdü, Məruzə oxumağa, həyata, diqqətləri cəlb etməyə başladı. Məruzəyə kitab dəftər almaq lazım gələndə iclas qurusu bütün rəsmiyyəti gözləyirdi. Əvvəlcə qız atasına ərizə yazırdı, sonra ərizə məktəbə, müəllimin təsdiqinə göndərilirdi. Daha sonra Meyransa qol çəkirdi. Nəhayət iclas qurusu mağazadan kitab dəftər alıb gətirir, qıza qol çəkdirəndən sonra siyahı ilə verir və vaxt qoyurdu. Gələn ayın 2-ci həftəsinin sonuna qədər. Həmin siyahının bir surətini idarə, nəzarət üçün müdirə göndərir. Bir üzünü də öz arxivində ehtiyat üçün saxlayırdı. Gələcəkdə yoxlasalar lazım olar. Məktəb müdiri bir neçə dəfə Məruzəyə demişdi. Qızım, atanı çağır, vacib söz deyəcəm. Quru cavab vermişdi. Mən iclasda olacam. Qız böyüyəndən sonra iclas qurusunun baş ağrısı daha da artdı. Qızı çox yerdən istədilər. Elçilərin hamısına bir cavab verilirdi. Anket doldurun, yoxlayıb baxarıq. Elçilər anket adını eşidib dağılışdılar. Ancaq məhəbbətində sadiq olan Əskər adlı bir şofer iclas qurusundan əl çəkmədi. Meyransa Əskərlə qohum olmağa razı idi. Kişinin qılığına girmək istədi. Kişi, məruzəni istəyirlər axı. Konkret danış, kim istəyir və hansı şərtlərlə? Şofer Əskər, ərizəsi hanı? Ərizəsi yoxdur. Bəs niyə havayı danışırsan? Meydanda nə ərizə var, nə anket, nə zəmanət. Niyə bəs gəlib başımı ağrıdırsan?
Meyransa xahiş ədası ilə dedi: "Bəlkə vaxt verəsən, iclasın olmayanda elçilər gəlsin, danışarsınız." "Elçi nə edirəm? Qız istəyən adam şəxsi işini, şəklini göndərsin, tanış olum. Sonra müzakirə edib baxarıq." İclas qurusu oğlanın adını bir-iki dəfə təkrar edib Meyransaya baxdı, başını buladı. "Adı köhnədir, çox köhnədir. Məruzəni almaq istəyənin adı məruzəyə layiq olsun gərək. Sən deyərsən dəyişər." İclas qurusu öz qərarını təkrar etdi. "Dedim şəxsi işini göndərsin, baxıb müzakirə edərik. Artıq danışmaq lazım deyil." Meyransa bir söz deməyib çıxdı. İclas qurusunun sözlərini əskərə çatdırdılar. Əskər dedi: "Anketimi getsin idarədən öyrənsin. Ancaq mən bu işin daha asan yolla həllini bilirəm. O özünü belə zəhmətlərə nahaq salıb." Bir axşam iclas qurusu oturub protokolları sahmana salırdı. Meyransa da şkafı açıb təzə paltarlarını geyinirdi. Kişi başını qaldıranda arvadını ayrı bir həvəs, ayrı bir sevinclə, tələsə-tələsə geyinib keçinən gördü. "Hara belə ay arvad?" deyə təəccüblə soruşdu. "Heç, balaca iclasımız var." "Bəs məruzə hardadır?" "O da öz iclasına gedib. Sənə də kağız göndərib." Meyransa mizin üstündəki kitabın altından əl boyda bir kağız çıxarıb ərinə verdi. "Deyəsən uşaqların qərarı var. Oxu gör necədir." İclas qurusu daha da qurudu. Quru uzandı, dik ayağa qalxdı. Necə, öz başına qərar çıxarıblar. Bu qərarı kim təsdiq edib?" Meyransa təmkinini və mülayimliyini pozmadan cavab verdi. "Gərək sən təsdiq edəsən də." İclas qurusu özündən çıxdı. "Mən onun anketini oxumamış, işini yoxlamamış, müzakirə etməmiş belə qərarı necə təsdiq edə bilərəm? Bu nə intizamsızlıqdır?" Meyransa çəkməsini ayağına çəkib son sözünü dedi. "Edərsən, etməzsən, özün bilərsən. Mən əsgərgildə toyda olacam. Evdən müğayət ol. Qapı bacanı açıq qoyma." Meyransa bunu dedi, qapını çırpıb çıxdı. Ev dəyirman daşı kimi iclas qurusunun başına dolandı.